Şanlı ordumuzun zəfərindən Pirallahı rayonunda keçirilən tədbirdə də geniş bəhs olunub. Zəfər gününə həsr olunmuş ümumrayon tədbiri bir qrup ictimai xadimin iştirak etdiyi ağacəkmə aksiyası ilə başladı. Daha sonra rayon mərkəzində şəhidlərin xatirəsi anıldı. Bildirildi ki, itirilmiş torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində özümüzə qaytarıldı. Ərazi bütövlüyümüz təmin edildi. 44 gün ərzində Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Zəfərimiz Azərbaycan xalqının tarixinə həkk olundu. Xalq olaraq birləşdik, dəmir yumruq kimi birləşdik. Və elə-belə də deyil ki, Cənab Prezident bu əməliyyatın adını məhz dəmir yumruq əməliyyatı adlandırdı. Qoy düşmənlərimizin hamısı bilsin ki, dəmir yumruq hələ də yerindədir. Azərbaycan xalqı öz müzəffərliyi ilə hər zaman qalib olacaq və davam edəcək bu qələbələrimiz. O da vurğulandı ki, torpaqlarımızı işğaldan azad edən igid Azərbaycan əskərinin qəhrəmanlığı dillər əzbəri olub. Ölkəmiz müharibədən sonra daha da qüdrətlənərək regionun lider dövlətinə çevrilib. Bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı qoyulub. Həmən bu gün Zəfər günü, həmən bu bizim gənclərimiz özünü göstərdilər, qəhrəman oldular. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi iştirakçılarının və onların ailələrinin iştirak etdiyi tədbir şagirdlərin flashmobu ilə davam etdi. Rüstəm Mikailzadə, Ramil Qoca, Kazım Quliyev, ASTV Xəbər.